O cəsur əskərdir. Döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldi. Başımdan ağır yaralandım. Güllə sol gicgahımdan daxil olub sağ gicgahımdan çıxdı. O məğlub edilməz idmançıdır. Mənim vətənə qulluğum hərbidə yarımçıq qalsa da az öncə qeyd etdiyim səbəbdən mən vətənə qulluğu idman arenasında davam edirəm, tatamda davam edirəm. Bayrağımızı daim çalışırıq, onlarda zirvələrdə saxlayaq. O təəssübkeş vətəndaşdır. Və hər zaman biz Ali Baş Komandanımızın əmrini gözləyirik və hər zaman hazırıq vətənin müdafiəsinə. O inanclı bəndədir. O qeyrətli oğuldur. Həmişə çalışmışıq ki, bizim valideynlərimiz bizə görə utanmasın, heç yerdə başı aşağı olmasın. O qayğıkeş atadır. Yəni uşaqlar bizim dopingimizdir, mənim dopingimdir, yəni idman yarışlarda. Nə edirsə onların gələcəyi üçün çalışırıq da biz də. O əsl ailə başçısıdır. Ailəm mənim gözümün işığıdır. 1999-cu ilin fevralında cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən başından ağır yaralandı. Həkimlər sağ qalacağına qətiyyən ümid etməsələr də 5 gün sonra komadan ayıldı. Tatami üzərində məğlub olmayan idmançı ölümə də qalib gəldi. Lakin gözlərini qurban verərək. O gündən zülmətə çevrilən dünyasını işıqlandıran isə yalnız ailəsidir. Sahib olmadıqlarına belə şükr edən paralimpiyaçı İlham Zəkiyev Məhsimin İşıqlı Zülmət filmində. Bir neçə dəqiqənizi əsirgəməyin, sadəcə baxmayın, həm də görün. Haqqı görməyəndir ki, yəni ki, işığı görməmək şərt deyil adam. O qədər baxıb görməyənlər var ki. Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun təşkil etdiyi Azərbaycan Ailəsi 2011 Film Festivalının laureatı İşıqlı Zülmət. Mayın 19-u saat 22-də.